Elmarı təbrik edirəm. Ölkə çempionatından sonra daha bir yerli turnirdə qalib gəldin. Təəssüratların necədir? Çox sağ olun. Biraz çətin keçirdi, hərəkət edə bilmirdim. Çünki orucluqdur, yəni oruc tutda güləşirdim. Amma ümumi, yəni pis deyil, uşaqlar da yaxşıdır, həvəslidirlər. Yəni uşaq olsa Şamillər, yəni yaxşıdır, ikiyə çıxan. Yaxşı idi, beynəlxalq turnirdən öncə yaxşıdır, yarış güləşdim, yəni o həyəcan yarışdan. Beynəlxalq turnirlər demişkən, artıq bir müddət fasilədən sonra beynəlxalq turnirlərdə iştirak edəcəksən. Qarşıdakı beynəlxalq turnirlərdən gözləntilər nədir? Dəqiq bilmirəm, belə təlim məşqlərdə güləşmişəm həmin uşaqların, amma yəni yarış fərqli olur da. Yəni inşallah Gürcüstan Qran Slamında güləşəndən sonra yəqin ki bilinəcək də. Yəni orada gərək güləşəsən. Yarışla məşq fərqli olur, amma belə məşqdə normaldır. Cüdo vəzifələri səndən medal gözləsin. Ola bilər, niyə də olmasın. Uğurlar. Sağ olun.